UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda Liverpool-Qarabağ oyununu idarə edəcək Slovakiyalı FIFA referisi Ivan Krujliak bu mövsüm ikinci dəfədir ki, təmsilçimizin oyununa təyinat alır. Moderator.az məlumat verir ki, o, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki Şkendiya-Qarabağ qarşılaşmasında da oyunu Ivan Krujliak idarə edib. Skopyenin Todor Proeski stadionunda keçirilən maçda Ağdam təmsilçisi 1-0 hesabı ilə qalib gəlib. Bundan başqa, Ivan Krujliak 2021-ci ildə keçirilən Qətər-Azərbaycan qarşılaşmasında əsas söz sahibi olub. Həmin maç millimizin 1-2 hesablı məğlubiyyəti ilə başa çatıb. Bildirək ki, Liverpool-Qarabağ oyunu yanvarın 29-unda Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Təmsilçimiz hazırda 10 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.